Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyeva Sevinç. Bugün mən sizə Artinin kimya fənnindən təqdim etdiyi sınaq nümunəsini paylaşacağım. Baxın 51-ci sualımıza. Summativ qiymətləndirməyə aid olanı müəyyən edin. Müəllimlər, şagirdin yarımillik qiymətinə təsir edir. Bəli, yarımilliklər sırf summativ qiymətləndirmə nəticəsində çıxarılır. Bu düzdür. Şagirdin gündəlik idraki fəaliyyətini müşahidə etmək, gündəlik olaraq bunları sözləri gördüksə biz necə yadımızda saxlayırdıq? Formativ qiymətləndirmə kimi. Şagirdlərin təlim inkişafını izləmək varsa, inkişafı izləyirik. Sırf şagirdin təlim inkişafını izləyiriksə, bunu biz götürürdük formativ. Əgər müəllimə desəydi, summativ götürə bilərdik. Yanlışdır. İllik qiymətləndirməyə təsir etmir. Nə formativ qiymətləndirmə, nə də diaqnostik qiymətləndirmə illik qiymətləndirməyə təsir etmir. Qiymətləndirmə meyarları mövzuya, dərs ərzində edilən tapşırıqlara, nə mövzuya, nə də tapşırıq əsasən hazırlanmır müəllimlər. Qiymətləndirmə meyarları təlim nəticəsinə əsasən hazırlanır. Deməli, doğru cavabımız birinci variant olacaq. 52-ci sualımıza keçid eləyəyin. Müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinifin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığı zəifliyindən xəbər verir? Təlim materiallarını şagirdlərin yaş xüsusiyyətinə uyğunlaşdırma bacarığı. Burada şagirdlərin yaş xüsusiyyətinə əlaqəli heç nə yoxdur. İntisam pozuntularına qarşı sərt reaksiya etmə bacarığı. Burada da heç nə yoxdur bununla əlaqəli. Sinifdaxili kommunikasiya. Kommunikasiya müəllimlər 4K bacarığıdır, ünsiyyət deməkdir. Pozitiv intizam qoruma bacarığı zəifdir müəllimin. Əlbəttə ki, doğru cavabımız bu olacaq. Şagirdlərə qarşı obyektiv qiymətləndirmə meyarları tətbiq etmə bacarığı. Burada da əlaqəli heç nə yoxdur. Dərs zamanı texnologiyaların düzgün istifadə bacarığı bununla da əlaqəli heç nə yoxdur. Keçirik 53-cü sualımıza. 53-cü sualımızda nə deyir? Baxaq. Şagird hər gün dərsə gecikir. Baxın, hər gün gecikib. Aha. Müəllim hər dəfə onun gecikmə səbəbini ondan soruşub. Nəticədə hər gün tədris prosesi bölünüb. Bu hal sinifin idarə edilməsində hansı yanlışlığa yol verildiyindən xəbər verir. Baxın. Görürsünüz, müəllimin dərsə gecikməklə bağlı proseduru yoxdur. Əgər müəllimin proseduru olsaydı, səbəbini şagirddən əlbəttə ki, soruşmayacaqdı. Görürsünüz, müəllim səbəbini soruşub. Demək, müəllimin özünün idarə edilməsində prosedur qoymayıb. Prosedur icra etsəydi sinifdə, əlbəttə ki, bunun səbəbini şagirddən soruşmazdı. Baxaq. Şagirdlərin ciddi davranış problemləri var, əlaqəsi yoxdur. İdarə etmədə qayda və prosedurlardan istifadə olunmur. Müəllim valideyn münasibətləri əlaqəsi yoxdur. Sinifdə bullying olmasından xəbər verir, əlaqəsi yoxdur. Müəllim şagird münasibəti düzgün qurulmamışdır. Münasibətlə də əlaqəli heç bir variantda, belə deyək, sualda, situasiyada heç nə yoxdur. Baxırıq, burada bir dənə bu variant bizim üçün qalır. Biz qayda və prosedurlardan istifadə olunmur, diqqətli oxusaq. Mən demirəm qayda müəllimlər, mən prosedur deyirəm. Məcburiyyətlə cavabı götürmək. Qalırıq. Çünki bilirsiniz, qayda yox, prosedur daha çox uyğundur cavablara. Amma dediyimiz kimi ən dolğun cavab bu cavabdır. Baxaq digər sualımıza. Tapşırıq. Təsəvvür edin, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Baxın, təsəvvür edin. Siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyun dadı, iyi, tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub olmadığını müəyyənləşdirməkdən ibarətdir. Detallar toplanmalı, cədvəl şəklində təqdim edilməli və problemlərin həlli üçün müzakirələr təşkil edilməlidir. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Müəllimlər, burada gördüyünüz kimi təbiət və kimya fənninin əlaqəsi var. Yaxşı, bunu qoyduq kənara, təbiət və kimya fənnini qoyduq kənara. Burada bir... Çox üzr istəyirəm. Bu necə oldu, belə getdi? Hə, buradadır. Aha. Burada gördüyünüz kimi təbiət və kimya ilə əlaqə var. Bir fənlər arası inteqrasiyamız var. Deyəcəksiniz ki, iyidir, tərkibidir, fənn üstü də var, amma mən sizə belə bir ifadə işlədim, müəllimlər. Əgər bizi bunu canlandırmağımızı, təsəvvür etməyimizi istəməsəydi, beynimizdə təsəvvür etməyimizi istəməsəydi, bəli, biz burada fənn üstü inteqrasiya götürərdik həqiqətən də.
Amma bizdə bunu təsəvvür etməyimizi, canlandırmağımızı istəyib. Canlandırmağımızı istədiyi üçün də mən bunu dəfələrlə sizə izah da etmişəm ki, canlandırmamızı istəyirsə biz fənn üstü inteqrasiya götürə bilmərik. Yalnız fənlər arası inteqrasiya götürəcəyik. Baxırıq. Digər sualımız, məktəbimizin kimya laboratoriyasında yerə az miqdarda turşu, yəni hidroxlor turşusu dağılıb, tökülən suyun miqdarı təxminən 100 ml, konsentrasiyası isə 1 mol yardır. Sən şagird laborant kimi bu tökməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Tapşırıq bulum taksonomiyasının hansı mərhələsinə uyğundur? Baxın, dəstəkləyici bir mühitdə eləməlidir. Bunu təhlükəsiz şəkildə etməlidir. Heç bir təhlükəli hallar yaranmamalıdır. Bunu hesablamalıdır. Tökülən suyun miqdarını təxminən olduğu verilib, konsentrasiyası verib, kimya fənni ilə əlaqəli bir sualdır. Burada indi mən bu necə hesablanır sizə deyə bilməyəcəm, çünki kimya fənnini bilmirəm. Amma bildiyimiz kimi bunun hesabatı aparılacaq. Hesabatı apardığı üçün də bu tətbiq etmək mərhələsi olacaq. Digər sualımız. Sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq, şəraitdən toplanan hidrogen qazının həcmi 448 ml olmuşdur və bu zaman 0,50 qram X metal istifadə edilmişdir. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdirin. Tapşırıq bulum taksonomiyasının hansı mərhələsinə uyğundur? Baxın, burada yenə hesablama aparacaq. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdirəcək. Onu rəqəmi tapandan sonra o metal hansına uyğundur onu tapacaq da, düzdürmü müəllimlər? Onun üçün hesablama apardığı üçün nə olacaq? Əlbəttə ki, yenə tətbiq etmək mərhələsi olmuş olacaq. Digər suallarımıza keçid eləyək. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin kömək də istəmir. Belə halda nə edərdin? Hansı cavab şagirdin əməkdaşlıq, problemi həll etmə bacarığının yüksək olduğunu göstərmiş olur? Baxaq. Ona kömək ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardı. Bəli, doğrudur, hiss etdirmədən. Ümumiyyətlə, müəllimlər hər zaman, yadda saxlayın, biz deyirdik ki, müəllim şagirdi müşahidə etməlidir və onu heç zaman şagirdə deyir ki, hiss elətdirmək olmazdı da. Çünki şagird bir növ başlayacaqdı qısılmağa, ona görə hiss elətdirməməlidir. Bu doğru cavabdır. Baxaq, gözləyərdim ki, özü kömək istəyərsin. Olmaz. Özü köməyini istəməyə gözləmək olmaz. Əgər istəmirsə, onun məsuliyyətidir. Mən qarışmazdım, ümumiyyətlə olmaz. Müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir, müəllim özü tədbir görsün. Olmaz. Xəbər vermək də olmaz, kömək eləyə bilirsən, elə. Mən onun yerinə işi tamamlamağa çalışardım ki, qrup işi yubanmasın. Olmaz, tamamlamağa çalışmaq olmaz, çünki şagird heç nə öyrənməyəcək. Öz işimi vaxtında bitirib, digərlərinə qarışmazdım. Hər kəs öz məsuliyyətini daşımalıdır. Bu da olmaz, çünki biz hər zaman təhsildə əməkdaşlıq eləməliyik. Biz qeyd etdiyimiz kimi şagirdlər bir-birindən əməkdaşlıq eləməsi onların vəzifəsi idi. Burada da yanlış yanaşmadır. Ona görə doğru cavabımız birinci A variantı olmuş olacaq. Baxaq. Digər sualımızda nə deyir? Sinifdə plastiklər, gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərkən təqdimatı hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir. Digərləri isə diqqətsiz və passivdirlər. Yəni, bir qrupa iş verilib, qrupdan bir şagird işi yerinə yetirir, digərlərə dayanıb baxır. Müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq, bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar. Baxaq. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Xeyr, bu olmaz. Bir növ şagirdi, necə deyərlər, ego edirsən də şagirdi, olmaz qeyri-bərabər. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsünüz. Xeyr, bu vəzifə bölgüsü əvvəlcədən aparılır, ona görə bu yanlışdır. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə və iştirak etməyə təşviq edirsiniz. Bəli, təşviq eləmək olar, bu düzdür. Çalışan şagirdi ayıraraq işi tək başına
tamamlamasına tapşırarsınız. Xeyr, bu da olmaz. Qrupdan ayırmaq doğru hal deyil. Yenə bərabərlik pozuldu burada. Qrupu olduğu kimi buraxırsınız ki, problemləri özləri həll etsinlər. Xeyr, müəllim müşahidə etməli, lazım məqamda dəstəyini göstərməlidir. Ona görə doğru cavabımız C variantı olacaq. Digər sualımıza keçid edirik. Hansı ki 59-cu sualımızdır. Baxırıq. Şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt yaradır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxardılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Baxın, şagirdlər arasında uzun müddətdir ki, konflikt yaranıb. Şagirdlərdən birinin valideyni digərinin sinifdən çıxarılmasını istəyib. Hansı doğru addım olar? Baxaq. Müəllim ümumi valideyn icrası keçirdir. Bu problemin hamı ilə birlikdə həll etməyə çalışır. Ümumiyyətlə, belə bir məsələlərdə ümumi valideyn icrasının keçirtməsi doğru hal deyil. Konfidensiallıq pozulur. Xeyr, özü problemi həllinə çalışmadan şagirdləri və onların valideynlərini direktorun yanına aparmaq. Bu da doğru hal deyil. Şagirdlərin problemini bütün sinifin şagirdləri ilə müzakirə etmək. Bu da dediyim kimi doğru hal deyil. Bu bütün sinifin ilə bir də müzakirə aparmaq doğru deyil. Çünki burada valideyndən gedir söhbət. Şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışır və ona empatiya hisslə yanaşmağa çalışır. Bəli, doğrudur. Məsələni həll etmək üçün bu yoldan istifadə etməlidir müəllim. Doğru. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır və müzakirəsini tələb edir. Bu da olmaz. Yanlış yanaşmadır. Deməli, doğru cavabımız D variantı olacaq. 60-cı sualımıza baxırıq. Biraz müəllimlər yaxşı düşməyib. Baxaq. Qrup işi zamanı bir qrupun tapşırıq üzərində işləmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Bu, digər qrupların da diqqətini yayındırır. Siz vəziyyəti effektiv şəkildə idarə etməli, pozitiv sinif mühitini qoruyub saxlamalısınız. Bu situasiyada hansı fəaliyyət daha effektiv olar? Baxaq. Sinif fəaliyyətini tam dayandırırsınız, səs tonunuzu qaldıraraq söhbət edilən qrupu xəbərdarlıq edirsiniz ki, əgər bu davranış davam edərsə, bütün qrup töhmət və cəza veriləcək. Müəllimin səsini qaldırması yanlış yanaşmada olmaz. Heç nəticəsinə baxmadan problemin həlli yanlışdır. Ona görə də bu yanlışdır. Baxırıq B variantına. Qrupa ucadan gözlənilən davranışları xatırladırsınız və belə suallar verirsiniz. Qrup olaraq tapşırıq üzərində necə irəliləyərsiniz və ya yenidən tapşırığa fokuslanmağınız üçün kömək lazımdırmı? Bu şagirdlərin diqqətlərini cəmləməyinə əmin olmağa kömək edəcək. Xeyr, yanlış yanaşmadır. Digər varianta keçid edək. Qrupa sakit yaxınlaşırsınız və hərəkətlərinizlə onları qeyri-verbal xəbərdarlıq edirsiniz. Eyni zamanda sinifin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Bu şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmalarını təmin edir. Bəli, dolğun cavab, effektiv cavab daha bu dolğun olacaq. Doğru cavabımız demək ki, müəllimlər C variantı olur. Digər variantlarda istərsiniz baxağın. Qrupun davranışını bir müddət görməzliyə vurursunuz. Çünki onları dərhal tənqid etmək şagirdləri utandıra bilər. Əgər bu vəziyyət davam edərsə, onları danlayırsınız. Dərs bitdikdən sonra onlarla fərdi şəkildə danışığa dəvət edirsiniz. Danlamaq olmaz, müddəti görməməzlik eləmək olmaz. Bu da yanlışdır. Bütün sinifə prosesi dayandırmağı tapşırıq verirsiniz və şagirdlərə qrup işində hörmət və məsuliyyətin əhəmiyyətindən danışırsınız. Tapşırığı nəyə dayandırırsınız ki? Bu da olmaz. Deməli, dolğun cavabımız C variantı olacaq müəllimlər. Belə hər birinizə müəllimlər qarşıdan gələn imtahanlarda uğurlar arzulayıram. Düşünürəm ki, hər biriniz daha motivasiyalı, daha çalışqan şəkildə imtahanlara hazırlaşacaqsınız.